telefon danışığımız olubdu mənim bu günlərim. Qardaşımla barəsində danışacağam. Qardaşımdan eşitmişəm. Yəni dayım oğluna zəng elədim. Dayım oğlu mənə xəbər verdi ki, bəs qardaşın məhkəməsi olubdu, 5 il iş verilibdi. Pis oldum, ağladım. Hələ də özümə gələ bilmirəm. Çünki mən də əgər bura gəlməsəydim, onun yerində mən də ola bilərdi. Sıra bir insan deyil ya, bizlə koman kimi tanıyırlar. Adi heç yol gedəndə fosfatura bölümümüzdən keçəndə elə bil ki, alnımıza yazılıbdı narkotik istifadə elədiyimiz. Yəni komanlığımız gendən bilinir. Qaçırdıq, eləyirdik, nə bilim. Qaçmaq da ki, bir müddət olur da, yəni çox qaçmaq olmur. Axır əvvəl tutulur deyək, qardaşım getdiyi kimi sroka biz də gedə bilərdik. Şükür Allaha ki, yəni sağlam düşüncə gəlib, tez tərpəndik bura gəlmək. Siz də Nahir müəllimə təşəkkür bildirirəm, minnətdaram sizə ki, balama mənə dəstək olmusunuz, sağalma yolundayıq. Şükür ki, bugünkü gündə min şükür ki, buradayım. Yəni çöldə bayırda olsaydım, çoxdandan tutulmuşdum, başımıza nəsə bir iş gəlmişdi də indi. O qədər bu dəqiqə elə bir vəziyyətdəyəm, həm qardaşıma görə çox pis vəziyyətdəyəm. Yəni danışa bilmirəm konkret, danışmağa çox sözlər var. Yəni bir dənə onu demək istəyirəm ki, şükür ki, çöldə deyiləm, yəni sağalma yolundayam. Allah buranı mənə nəsib eləyib. Allah Taala buranı mənim üstümdən əskik eləməsin, sizi mənim üstümdən əskik eləməsin. Yəni mən çalışacağam ki, yəni daimi mən burada olum da, yəni sağalma yolunda olum. İnşallah Allahın köməkliyi ilə. Sizə çox minnətdaram.